Baxın dostlar, nə gəldi? Podnoşkalar. Azərbaycanda demək olar ki, Santa Fe modelinin podnoşkası qurtarmışdı. Bax, qardaşın sizlərə nəzərə alaraq gətirdi. Qiymətini də sonda deyəcəm. Bir dənə axıra kimi izləyin. 5 variant podnoşkalarımız əzizləyicilər yenidən gəldi. Demək olar ki, mağazamızda bitmişdi. Bakı şəhərində yox idi, yəni podnoşkalar. Yaxınlaşsınız mağazamıza. Bax, bu gözəl podnoşkalardan siz də avtomobilinizə quraşdırırsınız. İndi onun sizə dəmirlərini də göstərəcəm. Necə quraşdırmalarla quraşdırılır. Baxın əzizləyicilər, avtomobildə heç bir şəkildə kəsinti, doğrantı işləri olunmur. Radno yerlərinə quraşdırılır. Ustamız tərəfindən, professional ustamız tərəfindən. Baxın, şurupda, botka, kasına kimi hamısı üstündə gəlir, zavod şəkildə. Yəni zavod bunların üstündə hamısını buraxır. Qardaş, gəlib quraşdırırsan, bax bu gözəl podnoşkalardan minmək, düşmək də çox asanlaşır. Yəni çəki saxlamaqdakı 200 kilo kimi, 250 kilo kimi çəki saxlayır. Bir dənə yaxınlaş. Bax, belə tiflisini də gətirmişəm. Bax, Salento sürənlər, Santa Fe sürənlər, bax sizlər üçün belə modelini də gətirmişəm. Bax, burada Santa Fe yazısı ilə olan, Salento yazısı ilə olan istənilən avtomobillərə var. Baxın, gördüyünüz kimi möhkəm materialdandır. Yəni çəki saxlamaqdakı bunların da 200 kilo, 220 kilo kimi çəki saxlayır. Yaxınlaşsınız mağazamıza. Bax, Kia Salento sürənlər, Santa Fe sürənlər, AX35 sürənlər, sonra Santa Fe sürənlər, təzə model, köhnə model, fərqi yoxdur. Yəni istədiyiniz avtomobillərin podnoşkasını bizim mağazamızda tapa bilərsiniz. Yəni istər elektronlu olsun, istər belə radnoy modellər olsun. Yaxınlaşırsınız. Bu gözəl podnoşkalardan siz də avtomobilinizə quraşdırırsınız. Yəni Kia Salento sürənlərdir, Santa Fe sürənlərdir. Yaxınlaşın, 190 manat. Bizim podnoşkalar, bax 10 günlük endirmə qoyuram. X5 variant podnoşkalarımız 10 günlük sizlər üçün 190 manat olacaq. Yaxınlaşın, siz də bax bu gözəl kampaniyadan yararlanın, avtomobilinizə belə gözəl podnoşkalar quraşdırın. İzlədiyiniz üçün çox sağ olun.